Salam əziz izləyicilər, bugünkü mövzumuz xəstəlik yaradan faktorların artıq həll yolları ilə bağlıdır. Çünki bizim keçən videomuzda gördük ki, faktorlar hansılardır və hansı faktorlarla biz xəstəliyin yaranmasına səbəb yaradırıq. Və bu bizim əlimizdə olmayan səbəblərdən də yarana bilər və bunun üçün də funqisitlərə artıq üz tutmalıyıq. Funqisitlər də biz əsasən adlara yox, artıq tərkiblərə baxmalıyıq burada. Sizi mənə elə gəlir ki, ən yaxşı şəkildə kömək etmək istəyərəmsə, tərkibləri sizə izahlı şəkildə deyim və xəstəlik adları ilə. Çalışacağım ki, həmin yuxarı hissədə müxtəlif bir şəkillərində qeyd edim, göstərim ki, sizin üçün tam şəkildə effektivli olsun. Və keçək, mövzumuza keçməmişdən əvvəl də yenə də bunu deyim. Xatmazda yerləşən Asif Agroya təşəkkürlər. Çünki bizə qapılarını açıb, bizə bu videonu çəkməkdə köməklik eləyib. Təşəkkürlər Asif Agro. Ünvanını və digər nömrələrini qeyd edəcəm ki, əgər istədiyiniz hər hansı bir preparat olarsa, ora yaxınlaşa bilərsiniz. İstər fungsid, istər inseksid, istər və digər mövzularda bağçılıqla bağlı hər bir mövzu ilə bağlı yaxınlaşa bilərsiniz. Bundan başqa keçək əsas məsələmizə. Fərqli funqsitlərdən danışdıq. Görürsünüz, gördüyünüz kimi. Burada bir çox funqsitlərdən danışa bilərəm. Birinci növbədə hamının qorxulu bir hissəsi var. Manolyoz. Manoliozun gözlərdə qurutma yaratma təsirinə sırf olaraq tiafanat metil çox gözəl təsir edir. Yəni bunu deyə bilərəm. Bundan başqa manoliozun boz çürüməsinə isə istifadə edə bilərsiniz baskalit tərkiblilərdən və yaxud da ki, çiçək dönəmində olursa bunu istifadə edə bilərsiniz spradinli tərkibdən. Buna istifadə edə bilərsiniz çiçək dönəmindən sonraki etaplarda artıq məhsul əldə edilirsə, məhsulun manoliozun boz çürüməsini tutursa, bu zaman baskalitdən, tiafanat metildən, bu kimi hətta alüminium fosfatildən belə istifadə edə bilərsiniz. Burada qidanı göstərməkdə məqsədim məlumat xarakter edeyim. Maqnezium sulfat, maqnezium nitrat bitkinin qida alımını çox gecikdirdiyinə görə bu saralmaları və digər halları görməyə, müşahidə eləməyə artıq hamı bilir. Kalsium nitrat, bu da həmçinin pomidorda çiçək burnu çürüklüyünə əmələ gətirir. Dəmir, etdadəmir, bu artıq xlorozu göstərir. Qida çatışmamazlığıdır. Amma biz bunların hamısını xəstəlik kimi qiymətləndirmək məcburiyyətindəyik. Məlumat xarakter edeyim. Efal, alüminium fosfatil kök çürüklüklərinin birəbir qarşısını alır. Ziram, tiram, dodim, yarpaq qıvırcığı şaftalda böyük bir ilkin etapda istifadə olunan prosesdir. Yarpaq dələnə istifadə edə bilərsiniz, kapdan görürsünüz. Kapdan istifadə edə bilərsiniz və bundan başqa bir çox tərkiblərdən bu yöndə istifadə olunur. Sizə əgər maraqlı olan hansı xəstəliklərdirsə adlarını yazın şərh bölməsində və biz də sizi onu qiymətləndirək. Videonu bacardığınız qədər kaydedin, takip edin və dostlarınıza yönətməyi unutmayın, zəhmət olmasa. Videonun üzərində nömrələr qeyd olunacaq. Əməkdaşlıq etmək istəyən sahibkarlar üçün, bağbanlar üçün bir daha təşəkkürlər.